Salam əziz şagirdlər. Bugün deməli həndəsənin ilkin anlayışlarından Elmətın Tağıyev kitabından test izahını atacağam. Test izahını sizə təqdim edəcəm. Vaxt itirmədən başlayaq test izahına. Deməli uşaqlar, nəyə baxmaq lazımdır? Düz xətt deyib ki, üzərində 5 nöqtə qeyd olunmuşdur. Parçalan sayı. Bildiyimiz kimi parçalan sayı n vurma n-1 bölünsün 2 düsturudur. Bu da olacaq 5 vurma 5 minus 1 bölünsün 2-yə. Olacaq 5 vurma 4 bölünsün 2-yə. 4-dən 2 ixtisar getdi 2. Bu da 1, 5-ində 10. Cavab 10 olacaq. Uşaqlar deyib ki, alınan parçalan sayı bu asandır. Deyib düz xətt üzərində 6 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapın. Şüaların sayı uşaqlar, şüaların sayı bu parçalan sayı tapılma düsturu idi. Şüaların sayı isə deməli olacaq 2n düsturu. Yəni 2 vurma 6, yəni də 12. Cavab D-bəndi. Deyib neçə parça var? Uşaqlar, parçalan sayını tapmaq üçün nöqtələrin sayını, yəni nöqtə 4 dənə deyil, düsturumuz var da 4 vurma 4 minus 1 bölünsün 2-yə. Bu da olacaq 4 vurma 3 bölünsün 2-yə. 4 üçün 12, 2-yə böləndə 6. Cavab 6 olacaq. Neçə şüa var? Yenə də bu da asandır. Şüaların sayını tapmaq asandır. Burada hansındasa səhvlik olmalıdır. Yəni 2 dənə sualda səhv edilmişsə səhvlik olacaq. O, yəni baxmaq lazımdır. İndi keçək növbəti 10-cu suala. Deyib uzunluğu deməli biraz deyək, 10-cu sual. Uzunluğu 72 sm olan AB parçası, bu AB parçasıdır uşaqlar. Bu AB parçasıdır. Və AB parçasının uzunluğu 72 cm-dir. Ümumi 72 cm-dir. Deyib bir dənə C nöqtəsi qeyd olunub. C nöqtəsi qeyd olunub və bu AC parçasının uzunluğu CB parçasının uzunluğundan 5 dəfə böyükdür. 5 dəfə böyükdürsə uşaqlar, buna K deyəcəm, buna 5K deyəcəm. İndi uşaqlar 5K ilə K-nın cəmi 72 cm-dir. 6K 72 cm-dir. K-nı da tapanda 72-ni böləcəm 6-ya. K da olacaq 12 cm. K 12 cm-dir. Deməli, K-nı yazım 12. Bu 12-dir. 5 vurma 12, bu da eləcə 60. Bizə nə istəyib? Hansı parçanı? CB parçasını istəyib. CB parçası nə qədər olacaq? 12. Mən desəydi ki, AC parçası 60 olacaqdı. Yəni cavab B bəndi olacaq. Cavab B bəndi. Uşaqlar, davamına baxsaq, eyni suallardır. Biri digərini 3 dəfə. Uzunluğu deyib ki, birinci və üçüncü parçanın ortaları arasındakı məsafəni bunu necə tapacaq? Deməli, bildiyimiz kimi bu suala baxaq indi. Keçək bu sualın izahına. 12-ci sual. Deyib ki, 96-dır. Uzunluğu 96-dır. Ümumi 96-dır. 96. 96 3 bərabər hissəyə bölünürsə 96-nı 3-ə böləcəm. Eləcə 32. 32 deyib ki, hər biri neçə olacaq? 32. 32. Bu da 32. Deyib 3 bərabər hissəyə bölünmüşdür. Birinci və üçüncünün ortaları. Bax, birincinin ortası nə deməkdir? Ümumiyyətlə parçanın ortası o deməkdir ki, bərabər böləcək. 16, 16. Bunun ortasından digərinin ortası. Bu da 16 olacaq. Bu da 32 olacaq. Yəni 16, 32, 16. Bunların cəmini tapacağım. Deməli olacaq 16, 32 plus 16. Bu da eləyəcək 64 eləyəcək. Belə. Deməli uşaqlar 3 bərabər hissəyə bölünüb. Bunlar hamısı eyni sualdır. Deyib uzunluğu 60 cm olan 60 cm olan parçanı 1, 2, 3 nisbətində bölüblərsə, bu yadınıza gəlirsə belə işlənirdi. 1, 2 nisbətində birinciyə K deyirdim həmişə. İkinciyə 2K deyirdim. Üçüncüyə 3K deyirdim. Cəmi 60-dır. Deməli, K üstə gəlinsin 2K, üstə gəlinsin 3K 60-dır. 6K, niyə bunun əmsalı 1-də? 6K 60-dırsa, K-nı tapanda 60-ı 6-ya böləcəm. O da eləyəcək 10. Deməli, bir dənəsi 10 imiş.
Bir dənəsi 2 vurma 10, 20, üçüncüsü isə 30 imiş. Bizə nə deyib? Böyük hissəni tapın. Böyük hissə cavab 30 olacaq uşaqlar. Hə, belə. Bunlar hamısı belədir. Neçə bucaq var? Bucaqların sayı tapılması uşaqlar 1, 2, 3, 4, 5, 6 dənə. Düsturumuz var idi. Bu şuaların sayının tapılma düsturundan eynidir. Amma burada en şuaların sayıdır. Oradakı en isə deməli uşaqlar. Oradakı en isə nöqtələrin sayıdır. İndi bu olacaq. Neçə şuadır? 5, 6 dənə şua. 6 vurma 6-dan 1 çıxacam 5. 2-yə də böləcəm. Olacaq belə. 30 bölünsün 2. O deyəcək 15. Yəni belə. Cavab 15 olacaq. Davamına baxaq uşaqlar. Bizdən Y, B, C-ni istəyib. Y, B, C. Bax bu 90-dır. Bax bu 90-dır. Bu 90-dır. Həmişə bu işlərə 90 deməkdir. 90, 30. Bax, elə bil Y, B, C-ni istəyəndə Y, B, D ilə, yəni 30 ilə 90-ı toplayacağım. Bu deyəcək 120. Sonra keçsəm. C, B, K deyib C, B, K. Bax, yenə də bu işarə neçədir? 90. 90 ilə 30-u toplayacağım uşaqlar. Eləyəcək 120. Belə. Ondan başqa qonşu bucaqlardan biri. Qonşu bucaqların cəmi 180 dərəcədir uşaqlar. Bir dənəsi 60-dırsa, digərini tapanda 180-dən 60-ı çıxacam. Eləyəcək 120. Cavab D bəndi. Qonşu bucaqlardan bir dənəsi 70-dir, bu asandır. Qarşılıqlı bucaqlar bərabərdir uşaqlar. Yadda saxlayın. Bu 30-dursa, bu 30-dursa, bu bucaq da 30 olacaq məsələn. Bu alfa isə alfadan 30 qonşu bucaqlıdır. Alfanı tapanda 180-dan 30-u çıxacam. O da olacaq alfa bərabərdir 150. Oldu 150. Bizə nə isə bettanı. Bax alfa 150-dirsə, bax 150-dir. Betta da 150 olacaq. Qarşılıqlı bucaqlar bərabərdir. Axı uşaqlar həmişə bax çarpaz dayanan bucaqlar var. Bunlar üzdə dayanan, qarşı-qarşıya dayanan bucaqlar. Onlar bərabər bucaqlardır. Keçdi indi uşaqlar davamına. Betta bucağı indi sizdən istəyib. Bu 40-dırsa, bu betta nə qədər olacaq? Bu da 40 olacaq. Səndən bu alfanın hissəsidir. 180-dan çıxacaq 40-ı, 140 olacaq. Belə. Bu 50-dirsə, bu da 50-dir. Məndən nə istəyib? Alfa çıxacaq betta. Hə, əla. Bu 50. Bu 50. Bu alfa bucağı isə 180-dən 50 çıxanda 130. Belə. İndi deyib ki, 130 çıxılsın 50. Eləyəcək 80. Deyib uyğun tərəfləri paralel olan bucaqların fərqi. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 180 dərəcə olacaq uşaqlar həmişə. Ya da bərabər olacaq. Amma indi fərq deyəndə belə deyim də bərabər olsaydı 0 olardı. Bərabər deyildi. Onda cəmi 180 dərəcədir. Bir də bilin ki, alfa çıxılsın betta da neçədir? Özü deyib də 30. Həmişə cəmi 180 dərəcəni yazırsan. Bu deyəcək 30. Sistem tənliyidən alfadan alfanı toplayanda 2 alfa, betta da istilah getdi. 180-dən 30-u toplayanda 210. Alfanı tapanda 212-yə böləcəm 105. Belə 105. Belə. Məndən hansı bucağı istəyib? Kiçik bucağı. İndi uşaqlar 180-dən 105-i çıxacam kiçik bucağı tapanda. Bir dənəsi 105-dirsə, digərini tapanda qonşu bucağını tapıram da o da edəcək 75. Kiçik bucaq 75. Bax, fərqi deyib ki, 110 olan 2 dənə qonşu bucaq. Bax, yenə dediyim kimi, birini yazsam, alfa, fərq nə deməkdir? Çıxmaq. Alfa çıxılsın, betta 110-dur. Özüm yazsın. Alfadan bettanın cəmi sən özün yazmalısan. Cəmi nə qədər olmalıdır həmişə? 180. Qonşu bucaqların cəmi 180 dərəcə. Toplayanda 2 alfa, betta ilə istilah getdi. 110 ilə 180 toplayanda 290. Alfanı tapanda 292-yə böləndə 145. Bunu 145 tapdımsa, bettanı tapanda 180-dən 145 çıxacam, 35 olacaq. Məndən hansı bucaq istəmişdi? Böyük bucağı, yəni 145-i istəmişdi. Uyğun tərəflər perpendikullar olan bucaqlarda biri 80-dirsə, böyük bucağı tapın. Bir dənəsi 80-dirsə, digəri 100 olacaq. Cəmi çünki 180-dir. Bu həndəsədə ümumiyyətlə uşaqlar həmişə cəmi 180 dərəcədir. Yəni yadda saxlayın ki, həmişə cəmi 180 dərəcədir. Biri 80-dirsə, digərini tapanda belə cəmi neçə dərəcə olacaq? 180 dərəcə olduğu üçün 180-dən 80 çıxacam, cavab 100 olacaq. Yəni belə. Desəydik ki, uyğun bucağı tapın 80 olacaqdır. 80 cavabları da yoxdur. Nə yaxşı ki.
Uşaqlar, bu iki dənə paralel düz xəttin üst-üzündən keçməsindən daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə. Yəni bunu yazaram beta plus alfa üzünə yazaram 180 dərəcədir. Tərəf-tərəfə toplayıram. Betadan beta 2 beta. Alfa ilə istilah getdi. 40-dan 180 toplayanda 220. Betanı tapanda 220-ni böləcəm 2-yə. Beta da olacaq 110. Beta 110-dursa, alfanı tapanda 180-dan 110-u çıxacam. 180-dan da 110-u çıxanda 70 dərəcə olacaq. Məndən nə istəyib? Alfa bucağı. O da deyəcək 110. Uşaqlar, burada indi bunun həllini yazmışam o vaxt. Beta çıxılsın alfa 70-dir. Beta plus alfa həmişə neçə olacaq? 180. Toplayanda betadan betadan toplayanda 2 beta, alfadan mənfi alfanı toplayanda 0, 70-dən 180 toplayanda 250. 2 beta 250-dirsə, betadan tapanda 250-ni 2-yə böləcəm, 125 dərəcə olacaq. Uşaqlar, yadda saxlayın ki, bu bucaqlar qonşu bucaqlardır. Deməli, bu da alfadır. Bunların cəmi nə qədər olmalıdır? 180 dərəcə. Biri 50-dirsə, digər betanı tapanda 180-dan 50-ni çıxacam. Beta da olacaq 130 dərəcə. Belə. Biri 60-dırsa, digəri kör bucağı nə qədər olacaq? 120 dərəcə. Onun qonşusu. 43-ə baxaq. Yallah. Bu açıq bucaqdır. Yəni, alfa, beta, fi'nin cəmi 180 dərəcədir. Alfadan betanın yerinə fi qoysam, fi, yəni bir dənə fi bərabərdir 180-ə, 2 fi bərabərdir 180-ə, fi də bərabərdir 90-a. 90 oldu. Bizdən də fi'ni istəmişdi. 45-də də eyni qaydadır. Baxın uşaqlar, alfadan betanın cəmi 90 dərəcə deyil, bu bucaq 90 dərəcəli bucaqdır. Deyəcək, alfa plus beta bərabərdir 90-a. Yenə də sistemi təndiş. Alfadan alfanı toplayanda 2 alfa. 2 alfa da mənim alfam da 2 oxşuyur, düz uşaqlar. 2 alfa. Betadan beta istilah getdi. 90 ilə 20-ni ixtisarında 110. Alfa bərabərdir 110-u böləcəm 2-yə. Alfa da bərabərdir 55. 55-dirsə betanı tapanda 90-dan çıxacam 55-i. 90-dan cəmi çünki 90-dır. Çıxanda eləyəcək 35. Bu da eyni qayda. Bucaq 1 əgər 140-dırsa, bucaq 2 onun qonşusu olacaq. Bu 140-dırsa, bu olacaq. 180-dən 140 çıxacam, 40 dərəcə olacaq. 48-də də eynidir. Açıq bucağın çıxan şüa. Bir dənəsinə 3K, belə işləyəcək. İkinci bucaq, üçüncü bucaq. Bu 3K, 4 nisbətinə deyibsə 3K, 4K, 5K. Deməli, cəmi nə qədər olmalıdır? 180 olmalıdır. Deməli, 3K plus 4K plus 5K cəmi 180 dərəcədir. 7, 12K 180 dərəcədir. K-nı da tapanda 180-i bölürəm 12-yə. K da olacaq 15. K oldu 15. 15-i 3-ü vuranda 15-ə 45. 4-ü vuranda 15-ə 60. 5-i vuranda 75. Bizdən hansı bucağı istəyib? Kiçik bucağı. Yəni 45 dərəcə. Oldu, sağ olun uşaqlar. 50-yə qədər demişdim onsuz. Sağ olun, salamat qalın.